Rəhman və Rəhim olan Allahın adıyla. Hifz dərsləri Bəqərə surəsi 11-ci ayə. Ayənin məfahimə diqqət etsək, burada və bağlayıcı deməkdir. İdə bir zaman, o vaxt ki, burada düzü qeyd olunmayıb, amma daha dəqiq desək, İdə sözü zaman sözü deməkdir. Bir zaman, o vaxt ki, qilə deyildi, qalə sözündən də deyildi, ləhum onlar üçün, yaxud onlara, lə burada inkarı bildirir, tufsidu fəsədə feilindəndir. Tufsidu fəsad törədin deməkdir. Lə tufsidu fəsad törətməyin deməkdir. Fi da dəyişəkilçisi yaxud içərisində deməkdir. Əl-ərd yəni yer. Fil-ərd yəni yerdə, yer üzündə. Yəni bir zaman onlara yer üzündə fəsad törətməyin deyildi. Qalu dedilər. İnnəmə yalnız yaxud da ancaq nəhnu biz muslihun yəni yaxşılıq edənlərik. Yaxşılıq edirik də deyə bilərik, amma yaxşılıq edənlərik də deyə bilərik. Ümumi tərcümə isə bir zaman onlara yer üzündə fəsad törətməyin deyildi. Biz ancaq yaxşılıq edənlərik, biz yalnız ancaq yaxşılıq edirik, dedilər. Və izə qilə ləhum lə tufsidu fil-ərd qalu innəmə nəhnu muslihun. Keçid alırıq təfsirinə. Demək, 11-ci ayədə münafiqlər öyüd nəsihət qəbul etməsələr də onlara öyüd nəsihət vermək, onları pis əməllərdən çəkindirmək daha yaxşıdır. Necə ki ayədə deyilir, onlara deyildikdə. Münafiq cəmiyyətdə fəsad törədir. Və bu ayədə də qeyd olunur ki, yer üzündə fəsad törətməyin. Və münafiq özünün iki üzlülüyünü xalqın qeydinə qalmaq və islahatçılıq hesab edir. Və ayədə buyurduğu kimi 11-ci ayəmizdə biz yalnız islah edənlərik. Yəni ki, biz çalışırıq, insanları islah eləyək, biz çalışırıq, insanları düz yola çəkək. Lakin bunlar ikiyüzlüdürlər dedik və xalqın əslində heç qeydinə qalmırlar. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.